Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı şad xəbəri çatdıracağıq. Nəhayət ki, pensiyalar artırıldı hörmətli izləyicilər. Bəs nə qədər artım olundu? Hansı vətəndaşların pensiyaları, təqaüdləri artırıldı və hansı tarixdən artımlar qeydə alınacaq? Ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, bu cür videoları biz paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, nəhayət ki, bu şad xəbəri sizlərlə bölüşürük. Və gözlədiyimiz kimi sosial müavinətlər, təqaüdlər və sosial yardımlar artırılır. Bununla bağlı Prezident sərəncam imzalayıb. Artıq bir müddətdir ki, bu sərəncamın imzalanmasını gözləyirdik və bu şad xəbəri sizlərə bugün paylaşırıq. Artıq sosial müavinətlər, təqaüdlər və sosial yardımların artım rəqəmi demək olar ki, bəllidir və açıqlanıb hörmətli izləyicilər. Bu haqda artıq rəsmi mənbələrdən də məlumatlar var. Prezidentin sərəncamından sonra sosial müavinətlərin, təqaüdlərin artım məbləği açıqlanıb. İndi isə biz də sizlərə hansı sosial müavinət, təqaüd nə qədər artırılıb və kimlərə şamil olunacaq ətraflı şəkildə izah edəcəyik hörmətli izləyicilər. Hörmətli izləyicilər, bilirsiniz ki, biz daha əvvəl də fevral ayında, mart ayında, aprel ayında da videolar paylaşmışdıq və təkliflərin artıq prezidentə çatdırıldığını bilirsiniz ki, prezident dekabr ayında, ötən ilin dekabr ayında sərəncam imzalamışdı və bu sərəncamdan sonra Nazirlər Kabineti 3 ay müddətində pensiyaların, təqaüdlərin, sosial müavinətlərin artımı ilə bağlı öz təkliflərini prezidentə çatdırmalıydılar. 3 ay möhlət verilmişdi və bu 3 ay başa çatdı. Təbii ki, Nazirlər Kabineti də öz təkliflərini hazırladı və prezidentə təqdim etdi. Və biz də prezidentin sərəncamını gözləyirdik ki, nəhayət ki, prezident sərəncamı imzaladı və gözlədiyimiz kimi təqaüdlər, sosial müavinətlər artırıldı. Bu artımlar isə hörmətli izləyicilər 2025-ci ilin iyulun 1-dən hesablanacaq hörmətli izləyicilər. Yəni növbəti aydan artımlar qeydə alınacaq. İyul ayının 1-dən artımlar qeydə alınacaq hörmətli izləyicilər. Artımlarsa nə qədərdir? Ətraflı şəkildə məlumat veririk. Daha öncə də biz məlumat vermişdik artımlarla bağlı. Elə biz dediyimiz rəqəmlər artırıldı. Biz dediyimiz rəqəmlərdə yəni artım oldu. Onsuz da biz də bu rəqəmlərin artırılacağını bildirmişdik daha əvvəl. Bəli hörmətli izləyicilər, daha əvvəl də video paylaşmışdıq mart ayında və öz proqnozumuzu da bildirmişdik ki, pensiyalar, sosial müavinətlərin artımı nə qədər gözlənilir və hansı rəqəmlər olacaq? Bunu biz sizlərə açıqlamışdıq ki, elə eyni ilə də biz açıqladığımız rəqəmlər bəlli oldu və artımdan sonra da gördük ki, yəni biz mart ayında sizə bildirdiyimiz rəqəmlər doğru çıxdı və pensiyalar elə eynən biz dediyimiz kimi artırıldı hörmətli izləyicilər, yəni fərqli bir şey olmadı. Və artımları sizlərə təqdim edirik hörmətli izləyicilər. 2025-ci ilin iyul ayının 1-dən təqdim olunan artımlar bunlardır. 50 pensiyalarına birinci nəzər yetirək. Birinci dərəcəli əlillik üzrə artımdan sonra ortaya çıxan məbləğ 300 manatdır. Yəni birinci dərəcəli əlilliyi olan şəxslərin pensiyası 300 manat təşkil edir. İkinci dərəcəli əlilliyi olan şəxslərin pensiyası 250 manat. Üçüncü qrup əlilliyi olan şəxslərin pensiyası isə 150 manatdan 180 manata çatdırılır. Yəni ortalama ikinci və üçüncü qruplarda artım eynidir. Yəni 30 manat təşkil edir. Bunu da qeyd edirik hörmətli izləyicilər. Yəni bu artırılmış məbləğlərdir və təsdiq olunmuş məbləğlərdir və bundan sonra 50 dərəcəsi ilə pensiyalanan şəxslərin pensiyası bu ekranda gördüyünüz kimi olacaq. Bəli hörmətli izləyicilər, növbəti artım qeydə alınan müavinətimizə keçid edək. Ailə başçısını itirməyə görə verilən sosial müavinət. Bu müavinətdə də biz daha əvvəl mart ayında da açıqlama vermişdik və eyni ilə biz dediyimiz rəqəmlər artım kimi qeydə alınıb hörmətli izləyicilər. 20 manat artımın olacağını demişdik mart ayında və elə də oldu. 20 manat miqdarında artım qeydə alındı və bundan sonra ailə başçısını itirən ailələrdə hər uşağa görə 120 manat yox, bundan sonra 140 manat müavinət veriləcək hər uşağa görə. Bu da iyul ayının 1-dən qeydə alınacaq. Növbəti müavinətimiz 1 yaşadək uşağı olan az təminatlı ailələr üçün bu qeyd olunub. Bilirsiniz ki, ünvanlı dövlət sosial yardım alan ailələrdə, ümumiyyətlə bu ailələr az təminatlı ailələr hesab olunur və həmin ailədə əgər 1 yaşa çatmamış körpə uşaq varsa, məsələn 1 aylıq, 2 aylıq, 3 aylıq və s. 1 yaşına çatmamış körpə uşaq varsa, həmin uşağa qulluğa görə valideynlərinə 100 manat müavinət verilirdi ki, bu müavinətdə 140 manata çatdırılıb və iyul ayının 1-dən ünvanlı dövlət sosial yardıma təyinat veriləcək vətəndaşlarda, yəni ailələrdə, az təminatlı ailə hesab olunan ailələrdə hər uşaq üçün, əgər ailədə 1 yaşdan kiçik körpə uşaq varsa, hər uşaq üçün 140 manat miqdarında müavinət veriləcək hörmətli izləyicilər. Növbəti müavinətimizə keçid edək hörmətli izləyicilər. Azərbaycanda 5-dən çox uşağı olan
analara bilirsiniz ki müavinət verilirdi və bu müavinət hər uşaq üçün 120 manat təşkil edirdi ki, bu müavinətdə də 20 manat artım qeydə alınaraq 140 manat çatdırılır. Bundan sonra Azərbaycanda 5-dən çox uşağı olan analara hər uşaq üçün 120 manat deyil, 140 manat müavinət veriləcək dövlət tərəfindən. Bu da 20 manat artım deməkdir. Növbəti müavinətimizə keçid edək hörmətli izləyicilər. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün verilən müavinət 140 manata çatdırılıb. Daha əvvəl 120 manat təşkil edirdi. Övladlığa götürülən uşaqlara görə verilən müavinət isə 240 manata çatdırılır iyul ayının 1-dən etibarən. Müddətli həqiqi hərbi qulluqçuların övladlarına verilən müavinət. Azərbaycanda müddətli həqiqi hərbi qulluqçuların övladlarına verilən müavinət daha əvvəl 120 manat təşkil edirdi ki, bu müavinət də artıq 20 manat artırılacaq və 140 manata çatdırılacaq. Milli qəhrəman adı almış şəxslər üçün verilən prezident təqaüdü 2000 manat, şəhid ailələrinə verilən təqaüd isə 700 manata çatdırılacaq hörmətli izləyicilər növbəti aydan etibarən. Və sizə artımları təqdim etdik hörmətli izləyicilər. Qeyd edim ki, yaşa görə verilən sosial müavinət var ki, onunla bağlı da yeni bir qərar verilməsi gözlənilir ki, əgər onunla bağlı yeni bir qərar olarsa, təbii ki, sizlərlə kanalımızda paylaşacağıq. Yenilikləri bizdən izləməyi unutmayın hörmətli izləyicilər. Növbəti videolarımız olacaq. Bundan sonra intensiv şəkildə videolar paylaşılacaq. Kanalımızda bir müddətdir ki, yaşanan problemlərə görə bir müddətlik fasilə vermişdik və yenidən fəaliyyətimizə qaldığımız yerdən davam edirik. Odur ki, videolarımızı qaçırmamaq üçün, yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza mütləq abunə olun və hazırda izlədiyiniz videoları bəyənməyi unutmayın. Növbəti videoda görüşmək ümidi ilə.